Sonra Azərbaycanda ər-arvad fərqi yoxdur. Ər və yaxud arvad bir-birini bəyənməməsi haqqında əgər sözü kənar şəxslərə, ailədən kənarda olan insanlara deyərsə, bu qanun pozuntusu sayılacaq. Üstəlik, onlar əgər bir-birini bəyənməməklə yanaşı şəxsi sirlərini də kiməsə deyirsə, ailə içindən olmayan birisinə, o zaman bu da qanun pozuntusu sayılacaq. Bəli. Yaxın oturun, arvadına sözünü keçirdə bilməyib, öz haqqını tələb eləməyə duxu çatmayan və ay mama, ay xala, ay bibi deyib arvadını bütün nəsildə kökdə biabır eləyən kişilər və yaxın oturun, qadın olmağı bacarmayan, qadınlıq nədir bilməyən, ərə xidmət nədir bilməyən və ər ondan nəyisə tələb eləyəndə, hansısa bir xidməti, hansısa bir qulluğu tələb eləyəndə, qaçıb anasının qucağına, xalalarının, bibilərinin qucağına öz ərini şərəfsiz kimi qələmə verən qadınlar, yaxın oturun. Bax, bu qanun sizə sərf eləmir. Ona 100% əminəm ki, bu qanun sizə sərf eləmir. Bu qanunu da mən alqışlayıram. Mən xüsusən də bu qanuna niyə sevinirəm? Sevinirəm nəyə görə? Bəzi, məhz buradan vurğulayıram və buradan da qoy eşitsinlər. Kim eləyirsə bunu, birbaşa onların özünə ünvanlayıram. Mən o kişilərə bir qeyrət deyirəm, şərəfsiz deyirəm. Hansı kişilərə? Başqa qadına, həyat yoldaşı haqqında gedib danışan kişilərə. Hansı ki, gedib həyat yoldaşının, onun hansısa bir bioloji zəifliyini belə, hansısa bioloji passivliyini mi, hansısa bir, nə bilim, elə bir nakişilər var ki, gedir başqa bir qadının yanına deyir ki, mən səndən aldığım zövqü arvadımdan ala bilmirəm. Bax, bu cür kişilər var, hansı ki, mən onlara qeyrətsiz deyirəm. Bax, bu qanunlar məhz sizin üçündür. Və yaxud da qadınlar gedir başqa bir kişi ilə tanış olur və başlayır orada ərini eləyir, 5 qəpiklik ərindən bütün haqq hesablarını tökür ortalığa. Məhz bu qanunlar sizin üçündür. Yəni siz bunları bu həddə gətirib çıxardan sizsiniz. Və birbaşa kimlərə səslənirəm? O bəzi dırnaqarası kişilər var, video paylaşırlar. Videonun da üstündə başlıq da qoyurlar ki, siz də ərinizdən narazısınız və başlayır bura tökülüşür o quş başlar, taxta başlar, qeyrətsizlər, tökülüşürlər ortalığa. Ona getdiyim gün daş düşəydi, ay nə bilim, o məni bədbaxt elədi, mən heç ondan xoşbəxt deyiləm. Elə bir ki, bu gədə, bu videonu paylaşan gədə, elə bir ki, bunun əridir və yaxud da qardaşıdır, dədəsidir, nə idi, bütün dərdini ona danışır. Və o gədə də sırazı yazır onun girir direktinə, can, niyə narazısan, gəl mən səni xoşbəxt eləyərəm. Bir də həmən qadın ayılır ki, artıq oteldədir. Yəni, belə bir məsələlərə görə bu qanunu alqışlayıram. Artıq siz gedib başqa öz ailənizin içini başqa yerlərdə tökə bilməyəcəksiniz. İstəyir öz nəslinizin, kökünüzün yanında ərinizi, arvadınızı təhqir eləməyəcəksiniz. İstəyirsə də və yaxud da hansısa bir şərəfsizcəsinə gedib, qeyrətsizcəsinə hansısa bir səhifələrdə özünüzü, yəni ki, ailənizi beddam eləməyəcəksiniz. Bu qanunu alqışlayıram. Allah qeyrətli kişilərimizi, yəni qeyrət hər bir cəhətdən ola bilər. Ailəsinə dəyər verən, ailəsinin qeyrətini qoruyan kişilərdən söhbət gedir. Allah onları qorusun. Bir də ərinə, atası qədər, qardaşı qədər dəyər verən qadınlarımızı qorusun. Var olun Azərbaycan xalqı, Allah dövlətimizi, xalqımızı qorusun. Belə qanunları mən alqışlayıram. Gözəl qanunlardır. Var olun Azərbaycan xalqı.